Deməli uşaqlar, tənliklər dərsində 36-cı sual belədir ki, 4x kvadratı plus mx plus c bərabərdir 0, mx kvadrat plus 9x plus 3 bərabərdir 0 tənlikləri eyni köklü tənliklərdir, eyni cüzlü tənliklərdir. Eyni cüzlü tənliklər nə deməkdir? Yəni eyni sayda həll olsun və həlləri hamısı bir-birinə bərabər olsun. Ümumiyyətlə uşaqlar, eyni cüzlü tənlikləri istəyirəm sizinlə biraz baxda danışım. Eyni cüzlü tənliklər məsələn, gəlin belə deyim də, 4x bərabərdir deyək ki 12, 2x bərabərdir məsələn 6. Bu ikisi də eyni cüzlü tənlikdir. Niyə eyni cüzlü tənlikdir? Çünki ikisində də cavab x bərabərdir 3-dür ikisində də. Yaxşı, bu necə olur eyni cüzlü tənlik olur? Deməli, eyni cüzlü tənliklərdə həmişə x-in qarşısında duran, yəni belə deyim də, bütün bu ədədlərin nisbəti bir-birinə bərabər olur. Yəni 4-ü 2-yə böləndə də eləyir 2, 12-ni 6-ya böləndə də eləyir 2. Yəni belə olan halda bunlar eyni cüzlüdür. İndi bizim misalımızdakılar da eyni cüzlü olması üçün nə olmalıdır? X və x-in qarşısında, yəni x kvadratının və x-in qarşısında duran bütün ədədlərin nisbətləri bir-birinə bərabər olmalıdır. Yəni 4-ün x kvadratının qabağında 4 dayanıb. 4-ün burada x kvadratının qabağına dayanıb m-ə nisbəti bərabər olmalıdır. Burada x-in qabağına m dayanıb, burada x-in qabağına 9 dayanıb. M bölünsün 9-a. O da bərabər olmalıdır nəyə? C bölünsün 3-ə. O da bərabər olmalıdır C bölünsün. İndi bu tənliyi həll eləsək, birinci yan buranı həll eləyək ki, sonra yerdə qalanı tapa bilək. Belə olanda çarpaz şəkildə vururuq, m-i m-ə vururuq. M kvadrat alınır, bərabərdir 9-u 4-ə vursan, eləyir 36. M deyilir plus minus 6. Yəni mənfi altında düzgün gəlir. Amma bizim tənliyimizdə sual verir ki, M üstə gələk C böyük eləsin. Böyük eləməsi üçün isə müsbət altını götürürük. Demək, M bərabərdir 6 olduğunu tapdıq. İndi C-ni tapmaq istəyirik. M-in əvazına gətirib burada 6 qoyuruq. Burada da qoya bilərsən C-ni götürməklə. Yəni 6 bölünsün 9. M-in əvazına 6 qoydum. Bölünsün 9 bərabərdir. C bölünsün 3-ə. İndi burada yenə çarpaz şəkildə vururuq. 9C bərabərdir 18. C də bərabərdir 2-yə. Səndən soruşurdu ki, M üstə gələk C nəyə bərabərdir? 8-ə bərabərdir.